Rövşən, səni təbrik edirəm, əziz qardaşım. Sən mənim həm dostumsan, həm ailə uşağım olmusan, həm də gəlib mənim mərkəzimdə bizim reabilitasiyanı keçmisən. Bu mənim üçün yəni, qürur vericidir ki, bir dostumu, bir ailə uşağımı bu bəladan qurtarmağa vasitə olmuşam. Bu sertifikat, əziz qardaş, yəni sənə onunla ötürü verilir ki, bu reabilitasiyadan sonra sənin ilk uğurundur. Bu sənə güc versin, motivasiya versin ki, sən çətin həyatdan çıxıb, belə deyək də, sağlam həyata addımlar atısan. Bu ilk uğurundan yapışıb, belə deyək də, öz üzərində inkişaf eləyəsən və üzümüzə gələn həyatın yəni, daha da möhkəm olsun, daha da uzun müddətli olsun. Səndən fəxr edirəm, qardaş. Çox minnətdarlığım var sizə, sizin komandanıza. Onu da demək istəyirəm ki, mən bu istifadə müddətimdə, yəni uzun müddət istifadə müddətimdə, yəni 21 il istifadə müddətim olub. Mən inanmamışam heç vaxt, mən elə bilmişəm ki, ömrümün axırınacan, yəni mən beləcə istifadədə olacağam da. Bugünkü gün mən 10 aydır ayığam sizin sayənizdə. Mən inanmırdım da, yəni mən ayıq qala bilərəm. Sizə böyük minnətdarlığım var ki, mənə kömək elədiniz.